Futbol. Ümumiyyətlə, futbolun yaranma tarixi başlayır ta qədimi dövrdən. Bu futbolu Avropada oynayıblar, sonra Çində oynayıblar, qədimi Çində oynayıblar, qladiatorların oyunları olub. Hətta elə bir oyun olub ki, tutalım ki, başlar kəsirdilər, atırdılar, top əvəz edirdilər, qladiatorların oyunları olub və s. Amma bu futbolu qayda-qanunla başlayıblar oynamağa. 1863-cü ildən başlayıb qayda-qanunla oynamağa və İngiltərədə. Bu qayda-qanunlar tətbiq olunub İngiltərədə 1863-cü ildə. 1857-ci ildə ilk dəfə United Sheffield klubu yaradılıb. 1857-də. 1855-ci ildə top yaradılıb. Tutalım ki, rezin olub, içində də lələklər olub. Charles Goodyear bunu yaradır. Amma 1862-ci ildə Richard Lindon bu topun elə bir ki, rezin variantını tətbiq edib. Richard Lindon şişirdilmiş kameranı tətbiq edib. 1878-ci ildə ilk dəfə hakimlər fitlə meydana çıxıblar. 1891-ci ildə 11 metrlik penalti zərbəsi tətbiq olunub və qapıdan da başlayıblar setkanı asmağa. 1904-cü ildə qeyri-rəsmi olaraq Olimpiya proqramında olub. Qeyri-rəsmi olaraq. 1904-cü ildə FIFA yaradılıb və harada yaradılıb? Fransada, Parisdə. 1908-ci ildə isə rəsmi olaraq Olimpiya proqramına daxil olub. 1908-ci ildə. Və bu Olimpiyada da keçirilib harada? Londonda. 1926-cı ildə gün zərbəsi tətbiq olunub. 26-cı ildə. Və 1930-cu ildə ilk dəfə dünya çempionatı təşkil olunub Uruqvayda və Uruqvay komandası qalib gəldi. Və dünya çempionatı da 4 ildən bir keçirilir. İndi hal-hazırda 2026-cı ildə bu il dünya çempionatı təşkil olunacaq Şimali Amerikada 3 ölkədə və 48 komanda iştirak edəcək. Əvvəl 32 komanda idi. İndi 48 komanda iştirak edəcək. Bunu yadda saxlayın. Dünya çempionatı dediyimiz kimi birinci dünya çempionatı keçirilib 1930-cu il. İkinci 1934-cü ildə. Üçüncü 1938-ci ildə. İkinci dünya müharibəsinə görə dünya çempionatı keçirilməyib. Növbəti dünya çempionatı 4-cü də keçirilib 1950-ci ildə. Və bu dünya çempionatı möhtəşəm bir dünya çempionatı olub. Və 1948-ci ildə Maracana stadionu qurulub və təməli qoyulub. Ən böyük o vaxt Maracana stadionu idi. 200 min tamaşaçı tutumuna malik idi. 200 min. Bu 200 min tamaşaçı tutumuna malik olurlar. Bu dünya çempionatında 1950-ci illərdə 1 milyon 300-dən artıq tamaşaçı olub. Və bu stadionda harada yerləşir? Braziliyada. Və möhtəşəm bir yarış olub 1950-ci ildə. Bu Maracana stadionu 2014-cü ildə restavrasiya olunub və 200 mindən düşüb 78 min harasa yarıma. 78 min yarıma. İndi hal-hazırda Maracana stadionu deyil dünyada ən böyük stadion. İndi ən böyük stadion 1 Maya stadionudur. Cənubi Deməli Koreyada yerləşir. Şimali Koreyada yerləşir. Şimali Koreyada. 1 Maya stadionu 150 min tamaşaçı tutumuna malikdir. 150 min.
Dedik ki, baxın, birinci dünya çempionatı 1950-ci ildə keçirilib. İkinci 1950, daha doğrusu bu üçüncü, dördüncü 1950-ci ildə keçirilir. Beşinci isə onda olur 1954-cü ildə. 4 ildən bir keçirilir. Sual düşsə ki, tutalım ki, 2020-ci ildəki dünya çempionatı sayıca neçənci dünya çempionatı olub? Sual. Biz hesablamanı belə aparırıq. Biz bilirik ki, birinci dünya çempionatı 1930-da keçirilib. İkinci 1934-də, 3 1938-də, 4 1950-də. Matematik bizim yadımızdadır. Bizdən soruşur 2022-ci ildəki. Biz avtomatik 2022 çıxırıq 1950 bu edir 72. Dünya çempionatda 4 ildən bir keçirilir. Bu 72-ni də biz bölürük 4-ə. Bu da edir 1, sonra o 4, 32, 32-ni belə 4-dən 8. Deməli, 1950-dən bu tərəfə 18 dənə keçirilir. Amma bunları da üzərinə gəlirsiniz. Baxın. Sonra bu 1-dir, 2-dir, 3-dür, 4 üzərinə gəlirsən və üzərinə 4. Bərabər sayıcı neçənci? 22-ci olub. Sadəcə bu 22-ci dünya çempionatı olub. 22-ci. Bir daha izah edirəm. Nümunə üçün deyək, 2022-ci ildəki dünya çempionatı sadəcə neçənci olub? Bunu yadda saxlayın. Sadəcə desə neçənci olub? O zaman sən 1950-dən başlayırsan hesablamağa. Çünki 2-ci Dünya müharibəsi zamanı dünya çempionatı keçirilməyib. Burada sizə çaşqınlıq yarada bilər. Avtomatik rahat yolla 1950-dən bu tərəfə hesablayırsam, 2022 çıxsa 1950 edir 72. 72-dən də 72-də bölsən 4-ə, 18. Və bu 4-də üzərinə gəlirsən. Bərabər 22-ci. Nümunə kimi deyək, 2014-cü ildəki dünya çempionatı neçənci sayıcı? Biz bunu hesablayın görün, kim yazacaq, biləcək, tapa biləcək. Amma mən necə dedim, elə hesablayın da. Kimi 14-cü ildəki sadəcə neçəncə dünya çempionatı idi. Yirmi, 20, 18. 8 ya. İndi gəlin baxaq. Hesablayaq. Deyək 2014-cü ildəki. Yenə 2014 14. Baxın. Çıxırsan 1950. Bu etdi bizə 64. 64-ü bölürsən 4-ə. 4-dən bir keçirilir də. Deməli 1 etdi 4 24. 24 bölə 4-ə 6. 6 4. 16. Və bu 4 üzərinə gəlirsən. 1 2 3 4. Bərabərdir 20. 20-ci. Bərabərdir 20-ci. Sadəcə 20-ci dünya çempionatı keçirildi onda. 20-ci olub. Bir daha izah edirəm ki, bunu avtomatik yadda saxlayın. Test zamanda hesablamaq üçün 1950-dən götürürsən. Tutalım ki, deyir 2010-cu ildəki neçənci saydı? Onda 2010 çıxırsa 1950 edir 60. 60-ı da bölürsən sən 4-ə edir 15. 15-in də üzərinə avtomatik gəlirsən bu 4-ü. Neçə etdi? 19. 19, bəli. Hesablama qaydası belədir. 1954-cü ildə UEFA yaradılıb.
UEFA, Avropa Federasiyası 1960-cı ildə UEFA ilk dəfə çempionat təşkil olunub və SSR qalib gəlib. Və UEFA üzrə də dünya çempionatı 4-dən bir keçirilir. UEFA'da 24 komanda iştirak edir. 24 komanda. Ən çox dünya çempionatında Braziliya komandası qalib gəlib. Amma Avropa çempionatında İspaniya komandası, 4 dəfə İspaniya komandası qalib gəlib. 4 dəfə. Sonuncu dünya çempionatı 2022-ci ildə keçirilib Qətərdə və Argentina komandası qalib gəlib. Argentina komandası. 1970-ci ildə isə ilk dəfə kartdan istifadə ediblər. 1970-də. 1988-ci ildə Soyada keçirilən olimpiyadada SSR komandası qalib gəlib və bizim də orada futbolçumuz olub Igor Ponomaryov. Azərbaycanda yaranma tarixi bunun başlayır. Deməli 1911-ci ildən başlayıb yaranma tarixi və 1992-ci ildə AFFA yaradılır. AFFA 92-ci ildə və beynəlxalqın da UEFA-nın da üzvü olub 94-cü ildə. 94-cü ildə olub. AFFA-nın da prezidenti kimdir? Rövşən Nəcəfdir yadda saxlayın. Rövşən Nəcəfdir. AFFA prezidenti Rövşən Nəcəfdir. Bu oldu bizə tarix. İndi keçək meydançaya. Baxın. Meydançanın uzunluğu və eni var. Meydançanın uzunluğu beynəlxalq yarışlarda maksimum minimum var. 100-ün 110-a, eni isə 64-ün 75-ə. 64-ün 75-ə. Və standart ölçü isə 105-in 68-ədir. Standart ölçü. Qapı xətti. Baxın, bu qapı xəttinin eni 12 santimetrdir. Qalan xəttlər 10 santim. Və mərkəzdə belə bir dairə var. Bunun radiusu 9 metrə 15 santidir. Radiusu. Qapının ölçüləri. Qapının hündürlüyü və uzunluğu var. Hündürlüyü 2,44-dür. Uzunluğu 7,32-dir. 7,32. Qapıçı meydançasının ölçüləri. Bu qapıçı meydançası. Baxın, qapıçı meydançası. Uzunluğu 5 metr yarımdır. Eni isə 18,32-dir. 18,32. Cərimə meydançası. Bu cərimə meydançasıdır. Cərimə meydançasının ölçüsü 16 yarımı 40,32-dir. 40 metr 32 santidir. Və cərimə meydançasının qarşısında da belə bir yarım boks var. Bu yarım boksda elə bir ki, baxın, belə bir şeydir də. Həmin bu boks buradadır. Bunun da radiusu 9,15-dir. Və cərimə zərbəsi vurulan, penalti zərbəsi vurulan zamanı oyuncular 9 metr 15 santim arada məsafə saxlamalıdırlar burada. Onun üçündür. 9,15. Texniki zona olur. Ki orada texniki zonada kimlər oturur? Əvəz etmə oyuncuları, məşqçi, texniki zon, masaşist, texniki zonda olur. Həkim, texniki orada olur. Və 1 metrdə aralıda, buradan 1 metr aralı və yandan 1 metr aralıda texniki zon olur. Texniki zona. Künclər var. Baxın, bu 4 dənə künc var, 4 bayraq var. Küncün radiusu 1 metrədir. Bayrağın hündürlüyü 1,50-dir. Bayrağın hündürlüyü.
Bir komandanın heyətində ümumi əsas heyət minimum 7, maksimum 11 nəfər ola bilər. 7-11. Amma ehtiyat oyuncuların sayı minimum 3, maksimum 15 nəfər. Ehtiyat oyuncuların sayı. Qaydalarda baxın belə qeyd olunur. Deməli, maksimum neçə oyuncu ilə gələ bilər? Komanda 26 oyuncu ilə. 26 oyuncu ilə. Oyun 2 time davam edir 45 dəqiqə və hissələr arası fasilə 15 dəqiqə verilir. Əgər əsas hissədə neçə oyun bitsə, onda 2 dəfə 15 dəqiqə 15 dəqiqə oynanılır. Və burada da fasilə 1 dəqiqəlik su fasiləsi olur. Bu zalda kimi. Bir dəqiqəlik deməli su fasiləsi olur. Oyun başlayanda birinci püşkatma olur. A komandası və B komandası oynayır tutalım ki. Püşkatma atıldı və A komandası püşkatmada qalib gəldi. A komandası seçir ya top, yaxud da qapı. Bu zalda kimi. Əgər topu seçirsə, onda B komandası avtomatik seçir qapını. Qapını. Top. Baxın top. Topun çəkisi 410, 450 qramdır. Çevrəsi 68, 68, 70 santimetrdir. 68-70 santimetr top. Və əlavə toplardan da gətirilir. Toplar da olur, əlavə 8-ə yaxın top olur. Deməli, harada olur? Qapının arxasında olur. Harada 8-ə yaxın top əlavə gətirirlər. Tamam ki, A komandası deyək, qalib gəldi və topu seçdi. Birinci top qoyulur xəttin nöqtənin üzərinə və komandalar hərə öz sahəsində dayanır. A oyuncusu A1, tutalım ki, A2, A3, A4 və s. B. Tutalım ki, 1, B2, B4 və s. A, B5 buradadır. Və rəqib komandada 9 metr 15 sm arada məsafə saxlamalıdır. Topdan. Hakim işarəsi fit oldu, işarəsi oldu və oyun başlayır. Oyun başladısa, topa toxunuş oldusa, top oyunda sayılır. Rəqib komanda 9 metr 15 sm arada məsafə saxlamalıdırsa, onda yenidən başlanır oyun. Yenidən başlanır. Və həmin bu komanda, bu oyuncuya da sarı kart verilir, xəbərdarlıq olunur. Sarı kart. Oyunu başlayanda və digər qayda pozuntuları olundusa, tutalım ki, A oyuncusu qayda pozuntusu etdisə, onda sərbəst zərbə ilə rəqib komanda başlayır. Oyunu başlayanda birbaşa oyunu başladı A komandası, tutalım ki. Birbaşa rəqibin qapısına qol vursa, qol sayılır. Yadda saxlayın. Qol. Amma öz qapısından vursa, onda qol sayılmır. Gün zərbi ilə başlayır B komanda. B komandası. Çünki öz qapısına hər halda, futzalda da bilirik ki, öz qapısına qol vursa, gün zərbəsinə rəqib başlayır. Gün zərbəsini. Əvəz etmə. 5 əvəz etmə olar. Bu 5 əvəz etməni 3 hissəyə bölürlər. İstəsələr bunu necə edə bilərlər? Tutalım ki, 5 əvəz etmə olur. İkisini biri edə bilərlər. Deyək, birini biri edə bilərlər, ikisini də biri edə bilərlər. 3 hissəyə bölünür. Əvəz edilmə necə olur?
oyunçu yan xəttdən çıxır, əvəz edən oyunçu isə mərkəzi xəttdən daxil olur. Mərkəzi xəttdən daxil olur. Əlavə hissədə də əvəz etmə bir dəfə etmək olur. Amma sən burada tutalım ki, 3 əvəz etmə etdinsə, 2 əvəz etmən qalıbsa, onda bu əlavə hissədə də edə bilərsən. Bu götürülməyən əvəz edilməsi. Minimum 7 oyuncu olmalıdır ki, oyun başlasın. 7 oyunçunun bir də qapıçıdır. 6 oyuncu olsa oyun başlamır. Texniki məğlubiyyətdir. 0 xal. Və bir qapıçı. Baxın qapıçı. Qapıçı digər oyuncu ilə yerlərini dəyişə bilər. Qapıçı əvəz edilə bilər digər oyuncu. Liboy fərqi yoxdur. Hər bir oyuncu ilə dəyişilə bilər. O vaxt dəyişdir ki, hakimə xəbərdarlıq olunur, hakimə deyilir, oyun dayandırılır və oyun dayanan vaxt, top ölü vaxt olanda dəyişdirilir. Hakimə xəbərdarlıq edilir, deyilir hakim. Oyuncu dəyişik edəndə xətt hakimi, yan paralel hakim elə bir ki, bayrağı şaqiri tutur, saxlayır başı üzərində və bildirir ki, oyuncu dəyişib, baş verir. Oyuncu dəyişdirir. Baxın, kün zərbəsi var burada. Kün zərbəsi nə vaxt təyin edilir? Hansı hallarda kün zərbəsi təyin edilir? Əgər müdafiə olunan komandadan bu qapı xəttindən hava atışı ilə, hava ilə və yaxud da yerlə keçsə, qapı xəttin qol deyil də, onda rəqib kün zərbəsi gəlir başlayır onu. Kün zərbəsindən başlayanda rəqib komanda 9 metr 15 sm arada məsafə saxlamalıdır. 9,15 sm. Və 9,15 sm məsafə saxlamadısa, onda nə olur? Xəbərdarlıq olunur, həmin oyuncuya xəbərdarlıq olunur. Tutalım ki, baxın, A komandası başlayır, B komandası bu məsafəni saxlamadı. Gəldi 8 metrə, 5 metrə arada məsafə saxlamadı. Həmin B komandasına xəbərdarlıq olunur. Sarı kart. Sarı kart olunur, verilir B komandasına. Və A komandası yenidən bu kün zərbəsini vurur. A komandası. 2 dəfə baxın, A komandası kün zərbəsindən birbaşa qol vurulsa rəqibin qapısına qol sayılır. Əgər A komandası ikinci dəfə topa toxunmaq istəyirsə, yüngül tutalım ki, əldə edir ki, oyuncuya top dəyir, yüngül edir, oyuncu top dəyir və ikinci dəfə gelib toxuna bilər. Gelib toxuna bilər. Kün zərbəsi sonra hansı halda baş verir? Tutalım ki, bütün hallarda öz qapısına qol vursa, komanda kün zərbəsinə rəqib başlayır. Kün zərbəsinə rəqib oyunu başlayır. Küncdən başlayır. Bu ikinci haldır. Və üçüncü hal o vaxt olur ki, tutalım ki, qapıçı 8 saniyədə artıq əlində topu saxladı. 8 saniyədə artıq əlində top saxlanıldısa, bunu yadda saxlayın ki, hakim 5 saniyə qalmış hesaba aparır. Tutalım ki, deyir ki, 4, 5, 6, 7, 8 saniyə. Onda top alınır verilir rəqibə, rəqib də kün zərbəsi ilə oyunu başlayır. Bu yeni qaydadır. 2025-ci ildə tətbiq olunub bu qayda. Kün zərbəsi. Bu üç halda kün zərbəsi təyin edilir. Bu imtahana düşə bilər bu sual. Kün zərbəsi ilə bağlı 8 saniyə. Çünki bu yeni qaydadır. Bu 8 saniyə bağlı imtahanda bu sual ola bilər. Tutalım ki, deyə bilər ki, qapıçı 8 saniyədə artıq top əlini saxladı. Nə baş verəcək? Kün zərbəsinin rəqib oyuncusu başlayacaq 8 saniyədə. Və hakim də 5 saniyə qalmış hesab aparır. Tutalım ki, dediyim kimi 4, 5, 6, 7, 8. Bir vaxt bitdi. Bu kün zərbəsi oldu. İndi keçək alta. Top yan xəttdən çıxdı top. Çıxdı yan xəttdən. Onda rəqib komanda başlayır xəttin arxasından, başının arxasından top ötürür meydana. Xəttin arxasında durur. Xətti tapılmaq olmaz. Və ötürür meydana. Kün zərbəsi out zamanında
Neçə metr arada məsafə saxlamalıdır? Kim deyər? Yazın baxın. Görün bilirsiniz futbolda. 2. Müəllimlər yazın, yazın. 2. Bəli, 2 metrə. Düz zərbəsindən də outdan da 2 metr arada məsafə saxlanılır. Düz 2 metrə. 2 metrədir. Outdan 2 metrə. Outdan tutalım ki, bu 2 metrə məsafəni yenə oyunçu saxlamadırsa, onda nə olur? Xəbərdarlıq olunur həmin oyunçuya. Və yenidən atılır. Outdan top yenə oyuna daxil edilir. Tutalım ki, yenə bu həmin oyunçu istəyir ki, toxunsun, ikinci dəfə topa. Onda yenə bilərəkdən yox da bətdən vurmur. Yüngül vali top atır oyunçuya, gedir oyunçuya toxunur. Avtomatik gəlir ikinci dəfə ayaqla oynayır və qol vurmaq istəyir. Outdan birbaşa rəqibin qapısına qol vurulsa, qol sayılmır. İki toxunuş olmalı ki, qol sayılsın. Kiməsə də toxunmalıdır. Bir özü atır və kiməsə toxunucu gedib qol olsa, qol sayılır. Qol sayılır. İki toxunuş olmalı. Yəni, toxunuş oldu. Birbaşa rəqibin qapısına qol vurulsa, qol sayılır. Amma kiməsə toxunub keçsə, onda qol sayılır. Amma öz qapısına qol vursa, burada da qol sayılmır. Mütləq nə olur? Deməli, kün zərbəsinə başqa digər komanda başlayır onu. Digər komanda. Bu oldu bizdə al. Sərbəst zərbə. Sərbəst zərbə futzalda dedik ki, kontaktsız qayda pozuntusu baş verəndə, oğlum ki, hakimə qulaq asmır, təhlükəli oyun oynayır. Deyək ki, oğlum ki, oyuncu hansısa bir jest göstərdir, hansısa bir işarə göstərdir. Kontaktsızdır da, onda sərbəst zərbə təyin edilir. Sərbəst zərbədə birbaşa harada baş verib, qayda pozuntusu baş veribsə, birbaşa oradan qoyulur, birbaşa rəqibin qapısına qol vurulsa, qol sayılmır. Mütləq bu da kiməsə toxunmalıdır, keçməli ki, qol sayılsın. Və yenə tutalım ki, qol oldusa, onda oyun necə başlanır? Oyun başlanır, deməli, qapıdan başlanır. Qapı zərbəsi ilə qapıcı başlayır. Outdan da birbaşa qol olsa, qol sayılmır. Qapı zərbəsi ilə başlanır. Qapı zərbəsi ilə. Dərmə zərbəsinə vaxt təyin edilir. Əgər sənin kontaktın varsa, gəldi əlinə vurdu, topu əlinə götürdü, ayağına vurdu, onda nə olur? Dərmə zərbəsi. Dərmə zərbəsində yenə harada qayda pozuntusu baş veribsə, top ora qoyulur. Rəqib komanda 9 metrə 15 sant arada məsafə saxlayır. 9,15 santı və həmin rəqib komandada da digər oyuncular 1 metrə arada məsafə saxlamalıdır bu deməli sətdən. Sədd vurulur. Sədd qurulur. Səddə də ən azı 3 nəfər səddə iştirak edir. Sədd qurulur. Birbaşa cərimə zərbəsindən birbaşa qapıya qol vurulsa, qol sayılır. Qol oldusa, ya da saxlayın ki, kimin qapısına qol olubsa, o komanda oyuncusu gəlir mərkəzdən, rəqib komandanın kimin qapısına qol vursa, o gəlir mərkəzdən oyunu başlayır. Mərkəzdən oyunu başlayır. Mübahisəli top. Mübahisəli top nə vaxt olur? Tutalım ki, deyək, cərimədə, sərbəst zərbədə, outda, out zamanı, onda mübahisəli, deyək ki, tutalım ki, top iki yerə top partladı, mübahisəli top edir. Onda nə olur? Mübahisəli top və yaxud da hakimə dəydi, onda mübahisəli top olur. Sərbəst cərimədirsə, onda o zaman necə olur? Top atılır yerə və top mütləq yerə dəyməlidir. Top yerə dəyməmiş çıxdı və yaxud da oyuncular toxundusa, təkrar top yerə atılır. Mübahisəli topda da oyuncular 4 metr arada məsafə saxlamalıdırlar. 4 metrə. Mübahisəli top yerə dəydi, oyuncu birbaşa gedir qol vurursa, onda qol sayılmır. İki toxunuş olmalıdır ki, qol sayılsın.
Qol sayılmadısa harda başlanır? Qapı zərbəsi ilə başlanır. Qapı zərbəsi ilə. Mütləq olmalı ki, iki nəfər toxunsun. Hər iki nəfər toxundu, qol olsa qol sayılır. Bunu yadda saxlayın. Amma tutalım ki, penalti seriyası zamanı ya da 11 metrlik penalti zamanı, oyun zamanı top gedir direyə. Direyə deyir və iki yerə patlayır top. Zırılır top. Onda top dəyişdirilir, yenidən təkrar penalti zərbəsi vurulur. Təkrar. Onda mübahisəli top olmur. Təkrar vurulur. Amma cərimədir, sərbəstdir, out zamanı mübahisəli top kimi top atılır. Və yaxud da hakimə, baxın, hakimə dəydi və top həmin komandaya qayıtdı. Dəydi həmin komandaya qayıtdısa, oyun davam edir. Amma rəqibə deyilsə, rəqibə qayıtsa, onu mübahisəli top kimi atılır. Mübahisəli top kimi. Oyundan kənar vəziyyəti. Oyundan kənar vəziyyətin oyundan kənar vəziyyəti. Bu oyuncular, qırmızılar hücumçudurlar. Baxın, hücumçudurlar. Amma bu mavilər kimlərdir? Müdafiə olan komandadır. Müdafiə olan komandadır. Əgər hücum edən komandanın oyuncusu müdafiə olan komandanın oyuncusundan öndədirsə, baxın, öndədir. Onda nə olur? Oyundan kənar vəziyyət, offside olur. Əgər bu oyuncuya topu ötürsə, A oyuncusu və B oyuncusu tutalım ki. A oyuncusu və B oyuncusu. A oyuncusu B oyuncuya ötürsə, onda nə baş verir? Oyundan kənar vəziyyət. Çünki bu müdafiə olan komandanın oyuncusundan öndədir. Offside sayılır. Amma bu oyuncuya ötürsə, ondan arxada olan oyuncuya, onda offside sayılmır. Bir daha deyirəm. Hücum edən komandanın oyuncusu qırmızılardır. Müdafiə olan komandanın oyuncusuna topu ötürdü. Daha doğrusu hücum edən komandanın oyuncusuna topu ötürdü. Müdafiə olan komanda geride qaldı oyuncusu. Sonuncu oyuncu. Onda offside sayılır. Amma müdafiə olan komandanın oyuncusundan geridədirsə, offside sayılmır. Oyundan kənar vəziyyət sayılmır. Bir də bu mərkəzi xətti hücum edən komandanın oyuncusu keçməyibsə, offside düşmür. Olmur. Out zamanı offside olmur. Oyundan kənar vəziyyət. Gün zərbəsi zamanı offside olmur. Qapı zərbəsi zamanı offside olmur. Olmur. Hətta tutalım ki, qapıçı ilə bağlı. Qapıçı da önə çıxır və hücum edən komandası qapıçıdan qabaqdır, qapıya tərəfdir, qapı xəttinə yaxındır. Onda bu offside düşür. Offside olur. Bir daha deyirəm. Hücum edən komandanın oyuncusu axırıncı müdafiə olan komandanın, baxın, hücum edən komandanın oyuncusu budur. Müdafiə olan komandanın oyuncusu budur. Əgər bu komanda bu oyuncudan qabaqdırsa və topu qəbul edirsə, onda bu offside sayılır. Onda offside.
Offside oldusa o zaman nə baş verir? Sərbəst zərbə ilə oyun davam edir. Sərbəst zərbə ilə. İndi VAR sisteminə keçək. VAR sistemi. VAR sistemi nədir? Hansı bir epizoddur, tutalım ki, nəsə baş verir, qol olub-olmamasında, onda hakim gedir videoya baxır. Baxsın görsün ki, burada qoldur yoxsa qol deyil. Monitor olur və o monitora gedib baxırlar. VAR sistemində hakim. VAR sistemi 4 halda VAR sisteminə baxılır. Qoldur, qol deyil. Bir. Sonra penalti zərbəsi zamanı, qırmızı karta görə və yanlış oyunçu oyundan kənarlaşdıqda. O zaman VAR sisteminə müraciət olunur. Və VAR sisteminə baxılandan sonra gəlib hakim mikrofonla elan edə bilər nəticəsini. Bu yeni qaydadır ki, bəli, mikrofonla gəlib nəticəsini elan edir ki, tutalım ki, bu qərar belədir, qoldur, qol deyil. Və yeni qaydalara əsasən bu oyunda ümumiyyətlə kapitan olur da. Kapitan var, kapitanda hansı bir işarə qolunda olur kapitanın ki, bildirir ki, bu kapitandır. Və kapitan yalnız hakimə yaxınlaşa bilər. Yalnız kapitan yaxınlaşa bilər. İndi qapıçı nə vaxt əli ilə oynaya bilər, nə vaxt əli ilə oynaya bilməz. Yadda saxlayın. Qapıçı o vaxt əli ilə oynaya bilər ki, əgər rəqib komanda top gəldi, onda əlinə götürə bilər topu. Amma öz komanda yoldaşına top gəldisə, onu da əyərhana oynamalıdır. Öz komanda yoldaşına başı ilə, çiyni ilə, sinəsi ilə gəldisə, rikoşet deyilən bir şey var. Gəldisə, əlinə götürə bilər. Onu da əlinə götürə bilər. Bu calda ki, bəli, əlinə götürə bilər. Əgər, baxın, bu cərimə meydançasıdır. Oyunçu öz cərimə meydançasında, baxın burada, öz cərimə meydançasında qayda pozunca postda o zaman 11 metrlik penalti zərbəsi təyin edilir. 11 metrlik penalti zərbəsi təyin edilir. 11 metrlik penalti zərbəsi vurulan zamanda oyuncular, rəqib komanda oyuncusu 9.115 sm arada məsafə sıxılmalıdır. Və 11 metrlik vurulan zamanda qapıçı qapı xəttində dayanır. Qapı xəttində dayanır. 11 metrlikdə birbaşa vurulmalıdır. Birbaşa. Bir toxunuş vurulmalıdır bir toxunuşa. 11 metrlikdə tutalım ki, A oyuncusu vurur, A1. Gəldi A2 maneçəyi törətdi. Qayda pozuntusu pozdu. A2 qayda pozuntusu pozdu. A2'nin təsiri altında oldusa qol, onda bu qol sayılmır. Sayılmır. Və təkrar qol olsa, qol sayılmır, təkrar 11 metrəlik vurulur. Təkrar. Amma qol olmasa, birbaşa vurmalıdır. Qol olmasa, onda sərbəst zərbə ilə rəqib başlayır. Sərbəst zərbə ilə. Yox, orada tutalım ki, baxın, A bir toxundu və A2 təsiri altında gelib qol oldu. Onda bu qol sayılmır. Qol sayılmır onda. Bir toxunuşu vurmalıdır da. A1 tutalım ki, vurur. Rəqib komanda, müdafiə olan komanda təsiri altında B deyək 2. Təsiri altında gelib qol oldu. B2'nin təsiri altında.
onda qoldursa qol sayılır. Amma qol olmasa zərbə təkrar edilir. Çünki A1-in günahı deyil, B2 maneəsi törətdi və imkan vermədi mənə qol vuram. Onda qol sayılmır, təkrar qol deyilsə təkrar vurulur. Təkrar vurulur. A1 11 metrlik vurur. Qapçı da qayda pozuntusu pozur. Qapçı həddini keçdi. Qoldursa qol sayılır. Qol deyilsə zərbə təkrar edilir. Çünki qapçı qaydanın pozuntusu pozub. Əgər qapçı qaydanı pozubsa, qol olubsa, qol sayılır yadda saxlayın. Əgər 11 metrlik vurulan zamanı oyuncu topu arkaya ötürürsə və qol olursa, sərbəst zərbi ilə qol sayılmır. Sərbəst zərbi ilə rəqib başlayır. Sərbəst zərbi ilə. Amma qol olmasa yenə sərbəst zərbi ilə rəqib başlayır. Yenə sərbəst zərbi ilə. Manevr edir. Baxın, manevr edir. Və yaxud da başqa oyuncu gəlir vurur. Başqa oyuncu vurur. O zaman qoldursa qol sayılmır. Sərbəst zərbi ilə rəqib başlayır. Yenə qol deyilsə, yenə sərbəst zərbi ilə rəqib başlayır. Qapçı və eyni anda oyuncu qayda pozuntusu pozsa, qoldursa qol sayılmır və sərbəst zərbi ilə oyun davam edir və oyuncuya xəbərdarlıq edilir. Xəbərdarlıq. Burada da yenə qol deyilsə, yenə qol sərbəst zərbə ilə oyuncu rəqib başlayır və oyuncuya xəbərdarlıq edilir. 11 metrlikdədir. Bir daha deyirəm. Yadda saxlayın ki, 11 metrlikdə bir toxunuşdan vurmalısan. Əgər sən vuran zaman sənin hücum edən komanda yoldaşın, sənin öz yoldaşın təsiri altında qol etdinsə, qol oldusa, təsiri altında qol oldusa, bu qol sayılmır. Və 11 metrlik penalti zərbəsi təkrar edilir. Amma qol deyilsə, sərbəst zərbə ilə rəqib başlayır. Müdafiə edən komanda yoldaşım, rəqib komanda yoldaşım mənim maneəsi törədir və qol vurulur. Çünki onun təsiri altında qoldursa, deməli qol sayılır. Qol deyilsə, zərbə təkrar edilir. Qapçı qayda pozuntusu pozur. Qapçı deyil, qapı xətdən çıxdı. Qolsa qol sayılır, qol deyilsə zərbə təkrar edilir. Topu arkaya ötürülür. Baxın, mən topu arkaya ötürdüm. Topu arkaya ötürmək olmaz. Onda arka ötürülür və qol vuruldusa, onda sərbəst zərbi ilə oyun davam edir. Qol olsa. Qol olmazsa, yenə sərbəst zərbi ilə oyun davam edir. Manevr edir, aldadıcı hərəkət edir və yaxud da mənim yerimə gəlir vurur, tutalım ki, başqa bir oyuncu. Bu da qayda pozuntusudur. Və birbaşa qoldursa, qol sayılmır. Sərbəst zərbi ilə. Oyun davam edir, sərbəst zərbi. Dediyim kimi, baxın, bir toxunuş etməlidir də, oyuncu bir toxunuşa vurmalıdır. Bir toxunuşa vurmalıdır və sonra gəlib vurdu, sonra gəlib o birisi oyuncu vura bilər. Sonra o birisi oyuncu. Aldadıcı manevr etmək olmaz, başqa oyuncu gəlib vura bilməz. Bu cədvəldən söhbət edir. Baxın.
Deyir ki, penalti zərbəsi dəyişdirilmiş metod. Penalti zərbəsinin nəticəsi. Hücum edən komanda oyuncu cərimə meydanına daxil olur. Təsiri altında zərbə təkrar edilir. Təsiri varsa zərbə təkrar edilir. Təsiri yoxdursa qol sayılır. Qayda pozuntusuydur. Daxil olur. Sonra qol deyilsə, təsiri varsa sərbəst zərbə, təsiri yoxdursa zərbə təkrar edilmir. Müdafiə olunan komandanın oyunçusu cərimə meydanına daxil olur. Müdafiə olunan komanda oyunçusu əgər cərimə meydanına daxil olursa və qol olursa, təsiri varsa qol sayılır. Təsiri yoxdursa yenə qoldur. Qol deyilsə, təsiri varsa zərbə təkrar edilir. Təsiri yoxdursa zərbə təkrar edilmir. Hücum edən və müdafiə edən komandanın oyunçuları cərimə meydanına daxil olur. Qayda pozuntusu daxil oldu. Təsiri varsa zərbə təkrar edilir, təsiri yoxdursa qoldur. Qol deyilsə, təsiri varsa zərbə təkrar edilir, təsiri yoxdursa zərbə təkrar edilmir. Qapıçı qaydanı pozur. Qoldursa qol sayılır. Qol deyilsə, zərbə dəf edilərsə, penalti zərbəsi təkrar edilmir. Zərbə yerinə yetirən oyuncuya aşkar şəkildə təsir olmayıbsa. Zərbə dəf edilməzsə, penalti zərbəsi təkrar edilir və qapıçıya şifahi xəbərdarlıq edilir. Sonrakı qayda pozuntularına görə rəsmi xəbərdarlıq edilir. Qapıçı və zərbəni yerinə yetirən oyuncu eyni vaxtda qaydanı pozursa, sərbəst zərbə və zərbəni yerinə yetirən oyuncuya xəbərdarlıq edilir. Qoldursa. Yenə qoldursa, sərbəst zərbə və zərbəni yerinə yetirən oyuncuya xəbərdarlıq edilməsidir. Top arxaya vurulur. Sərbəst zərbə, sərbəst zərbə. İcazəsi verilməyən aldadıcı manevridir. Sərbəst zərbə və xəbərdarlıq. Qoldursa qol deyil. Zərbə yanlış oyuncu gəlib tərəfindən vurulursa, hər iki halda sərbəst zərbə, qolsa qol deyil və xəbərdarlıq edilir. Yox, imtahanda çətin futbol olmayacaq. Bu sadəcə olaraq bunu başa düşməlisin, dərk etməlisin. Yadda saxla. Bura kimi yadda qaldı. Baxın, ancaq sərbəst zərbələrdir. Tamam ki, top arxaya vurulur. İcazəsi verilməyən aldadıcı manevr edilir. Zərbə yanlış oyuncu tərəfindən vurulur. Hər iki halda qolsa qol deyil, sərbəst zərbə təkrar edilir. Hücum edən komandanın, öz komanda yoldaşım mənim cərimə meydançası daxil olursa və qol olursa, onun hesabla qol olursa, təsiri varsa, zərbə təkrar edilir. Bu var, sizdə PDF-də var. PDF-in ən axırıncı səhifəsində də sizə göndərmişəm bu. Hətta kitabıda da var bu. Bu var. Qol deyilsə, təsiri varsa sərbəst zərbə. Müdafiə olan komandanın oyuncusu cərimə meydanına daxil olursa, təsiri varsa qol, təsiri yoxsa zərbə təkrar edilir. Bəli, bu kitabda var. Bu həm PDF-də var, PDF göndərdiyim, həm də kitabda da bu var. Bu cədvəl var. Qalibə, məğluba futbolda minimum dedik ki, 7 oyuncu olmalıdır. 6 oyuncu oldusa məğlubiyyətdir. Qalibə verirlər 3 xal, məğluba verirlər 0 xal, heçkiyə 1 xal. 1 xal. 3, 0, 1. Başqa. Baxın, bu da VAR sistemidir. Qol qeydə alıb alınmaması, penalti zərbəsinin təyin edilməməsi, birbaşa qırmızı vərəqin verilməsidir. Hakim qayda pozur, komanda yanlış oyuncu cəzalandırdıqda VAR sisteminə müraciət olunur. Ümumi 4 hakim idarə edir oyunu. 1 diaqonal hakim, 2 paralel hakim, bayraq hakim olur. Bir də o texniki zonaya baxan köməkçi hakim idarə edir. Və o VAR sistemində də hakim var, katib də var. Amma 4 hakim oyunu idarə edir. Sərbəsi dedi. Bir də baxın, sərbəst zərbəsi
vurulan zamanı hakim işarə göstərməlidir. Baxın, əlin qaldırıb belə işarəni göstərdir. Və bu işarənin göstərilməmişdən əvvəl sərbəst zərbə vurulur və qol olursa, bu qolu qeydə alınmır və zərbə təkrar edilir. Sərbəst zərbə təkrar edilir. Hətta bunu saxlayın. Mübahisəni dedik. Offside. Baxın, offside. Offside-dən söhbət gedir burada. Baxın, əsasları dedik. Bunları siz yadda saxlayın. Cərimə zərbəsi. Deməli, püşk atma. Dediyimiz kimi, baxın, birinci hissənin əvvəlində püşk atma atıldı. Birinci hissənin əvvəlində püşk atılma atıldı. 1. Əgər əlavə hissə oynanılırsa, onda əlavə hissənin əvvəlində atılır. Əlavə hissənin əvvəlində. Penalti seriyası olursa, qapılar seçilir. Qapılar. Qapılar. Və kim birinci vuracaq? Bir də kim birinci vuracaq? Kim birinci vuracaq? Dörd halda, əgər əlavə hissədə olsa, 4 dəfə püşkatma atılır. Seri penaltisində 5 nəfər seri penaltisini vurur. 5 nəfər. 5 nəfər. Bunlar başqa. Buyurun. Kimin nə sualı var? Əlinizi qaldırın. Bloklama olanda sərbəst zərbə ilə oyun davam edir də. Bəli, Çingiz müəllim. Çingiz müəllim, buyurun. Müəllim, biz PTF-dən oxumuşduq ki, ikinci zərbəni vuran oyuncu elə bil ki, ikinci topunuş eləyə bilməz, eləyə bilər. Bax, o vaxt edə bilər ki, əgər edə bilməz. Nə vaxt edə bilər? Əgər istəyirsə ikinci dəfə toxunmaq üçün elədir ki, o digər oyunçuya dəysin, sonra ikinci dəfə gedib toxumuş etsin. Bəli, çünki biz elə oxumuşduq, ona görə soruşdum. İkinci sualım oldu. Tutaq ki, 11 metrik cərimə zərbəsini oyunçu vurur. Ya qapıcı qaytarır və yaxud qapının dirəyinə dəyib qayıdır. Həmin o zərbəni yerinə yetirən oyunçu o topu vura bilər yenidən qapıya, yoxsa? Yox. Yox. Yəni onun komanda yoldaşları vura bilər də qapıya. Özü toxuna bilməz. Sonra başqa. Deməli, sabaha yarıya kimi nə bacarsınız sabah oxuyun, yenə bunu bir yerdə müzakirə edəcəyik futbolu. Gəlin 5-ci gün sizə test verəcəm. Sabahda müzakirə bir yerdə və 5-ci günə kimi bu futbolu oxuyasınız. Çünki bu futbolla futsal oxşardır. Oxşayır. Sonra